Deməli, İngilislər üçün İran çox böyük əhəmiyyət daşıyırdı. Çünki biz əvvəldən bilirik, İngiltərə İrandan keçib haranı sərhədini Hindistanı. Çünki Rusiyanın da Hindistana maraqları var idi. Ona qarşı olaraq da Hindistanın sərhədlərinin möhkəmləndirilməsi əsas vəzifələrdən biri idi ingilislər üçün. Və buna görə də yenə də haranı ələ keçirmək istəyir? İraqı, İranı, Bağdadı və s. Deməli, Bağdadı ələ keçirmək istəyən ingilislər 16-cı ildə Bağdad yaxınlığında Kütül-Amarə döyüşündə Osmanlılar tərəfindən məğlub edilirlər. Və 1916-cı ildə Almanlarla fransızlar arasında 10 ay davam edən Qəssabxana adı ilə daxil olan Verden döyüşləri baş verəcək. Burada fransızlar 1 milyona yaxın canlı qüvvə itirdilər, amma Almanların hücumunun qarşısını ala bildilər. Soma çayı sahilində də Almanlara qarşı ən böyük hücum əməliyyatı başladı. Artıq müdafiə yox, nəyə keçmiş oldular bunlar? Hücuma keçmiş oldular. İlk dəfə olaraq dünya tarixində ingilislər tanklardan Soma döyüşündə istifadə etdilər, amma çox cüzi məsafə qət elədilər, yəni çox az irəliyə bildilər. Jutlandiya dəniz döyüşü, burada da tərəflərin heç biri üstünlük qazana bilmədi. 16-cı ildə Rumıniya Antanta tərəfindən müharibəyə qoşulur, amma bilirsiniz, Rumıniya elə bir güclü dövlət deyildi və elə ilin sonunda da artıq avqustda qoşulmuşdu, ilin sonunda da məğlubiyyətə uğradı. Yeni silahlar tətbiq olundu. Biz əvvəldən bilirdik, ilk dəfə olaraq toplar hansı döyüşdə, müharibədə tətbiq olunmuşdu? 30 illik müharibə, yoxsa 100 illik müharibə götürərsiniz? 100 illik müharibədə. Bəs ilk tüfənglər 30 illik müharibədə. İlk tanklar 1-ci Dünya müharibəsində. İlk kimyəvi xlor qazı yenə 1-ci Dünya müharibəsi. Atom silahını da götürəsi 2-ci Dünyaya. Beləliklə 17-ci ildə yavaş-yavaş müharibə cəlb olunan ölkələrdə müharibə əleyhinə etirazlar başladı və Rusiyada da bilirsiniz 17-də fevral inqilabı baş verir və Romanovlar sülaləsi devrilir, iki hakimiyyətlik yaranacaq və başlayır ordu fərarlıq eləmək. Fərarlıq nədir uşaqlar? Fərarlıq nədir? Qaçmaq olsun mu ordudan? Olsun. Aha. Yəni döyüşməkdən imtina eləmək. Müharibənin gedişatına müəyyən təsirlər göstərdi təbii ki, bütün bunlar. 17-ci il aprelində Amerika müharibəyə qatıldı. Çünki Almaniya sualtı əməliyyatlara başlamışdı. Burada Amerikanın gəmilərinə də bilmədən zərbə vurmuşdu. Amerika üçün bəhanə oldu. İngiltərə və Fransa istəyirdi ki, Amerika ölkələri qoşunu Avropaya gələnə qədər müharibəni başa çatdırsın. Almaniya da istəyirdi ki, Amerika gələnə kimi müharibəni başa çatdırıb Antantanı məğlub eləsin. Çünki Amerika böyük güclə gəlirdi. Almaniya üçün bu daha böyük təhlükə idi. İngiltərə, Fransa niyə istəmir? Çünki o zaman müharibənin yekunlarını Amerikanın özünə şərik eləməyəcək. Yekunlarda tək başına bəhrələnmək istəyirlər. Buna görə də istəyirlər ki, Amerika gələnə kimi müharibəni neynəsinlər? Başa çatdırsınlar. Amerika qoşunlarından qrip epidemiyası gəldi. Bu İspan qripi adı altında tarixə düşəcək. Böyük bir epidemiya baş verdi. Milyonlarla insanın ölümünə səbəb olası. Niyə İspan qripi? Çünki bu xəstəlik haqqında ilk dəfə İspan qəzetləri məlumat verdiyinə görə Amerikalıların adıyla deyil, İspanların adı ilə düşmüş oldu tarixə. 17-ci ildə İtaliya ordusunu Alman-Avstriya qüvvələri darmadağın elədilər və Rusiyada da çevriliş baş verdi, hakimiyyət ələ keçirildi bolşeviklər tərəfindən və nəticədə 18-ci ilin martın 3-də Sovet Rusiyası Dördlər İttifaqı ilə, yəni Almaniya və onun müttəfiqləri ilə separat sülh bağlayaraq müharibədən çıxdı. Rusiyanın ardınca Rumıniya təslim oldu, dünya müharibəsindən çıxdı. Almaniya vəziyyəti nisbətən yaxşılaşdı, çünki əsas Rusiyanın müharibədən çıxmasını lap əvvəldən gözləyirdi. Və iyunda Alman qoşunları Paris istiqamətində hücumunun qarşısını Amerikanın köməyi ilə alındı. Təşəbbüsü ələ aldı müttəfiqlər, yəni Fransa, İngiltərə və Amerika və Balkan cəbhəsində də hücuma keçib 18-ci ilin sentyabrında da Bolqarıstanı təslim elədilər. Müharibədə görə mülki əhalinin vəziyyəti nətər idi? Hər iki tərəfdən dinci insanlar qırıldı, milyonlarla mülki əhali özü yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı və iş qabiliyyəti olan kişilər ön cəbhədə olduğuna görə qadınlar, uşaqlar, qocalar da arxa cəbhədə fabrik və zavodlarda işləməyə, kənd təsərrüfatında işləməyə məcbur qaldılar. İnsanları səfərbər etmək üçün dövlətlər təbliğatlara başladılar və müharibənin necə amansız olduğunu gizlədib, əslində müharibəni gözəl bir şəkildə təbliğ edirdilər ki, hamı müharibəyə neynəsin, könüllü şəkildə qatılsın və qaçmasın.
Amma 16-cı ildən başlayaraq arxa cəbhədə sülh çağırışları başlayır. Müharibə zamanı qiymət artmışdı, iş saatları uzanmışdı, kartoçka, yəni talon sistemi tətbiq olunurdu. Bilirsiniz də, yəni müəyyən miqdarda nəsə məhsul ola bilərsə artığın deyil və müharibədən narazı olan əhali tətillərə başladı. Və beləliklə dünya müharibəsi, ümumiyyətlə müharibənin dayandırılması əleyhinə artıq nə başlamış oldu? Etirazlar səslənmiş oldu.